Hörmətli tamaşaçılar, Prezidentin mətbuat xidmətinin məlumatını diqqətinizə çatdırırıq. Bugün Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Volodimir Zelenski Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanlılara qarşı hücumlarda həmvətənlərimizin qətlə yetirilməsi ilə bağlı Ukrayna ictimaiyyətini başsağlığını çatdırıb, dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib. Volodimir Zelenski həmçinin Ukrayna vətəndaşlarının İrandan təxliyəsi məsələsində Azərbaycanın dəstəyinə görə dövlətimizin başçısına təşəkkür edib. Telefon söhbəti əsnasında ölkələrimiz arasında iki tərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hökumətlər arası komissiyanın iclasının tezliklə Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunub. Azərbaycanın və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə bir daha qarşılıqlı dəstək ifadə edilib. Ukrayna prezidenti eyni zamanda Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardımlara görə də minnətdarlığını bildirib.